Herkese tekrardan salamlar Kripto Azərbaycan izləyiciləri. Yeni bir video ile daha karşınızdayım. Bundan önceki videoda sizlere dedim, sizler için esas Binance cüzdandır. Tabii ki siz bu platformu öğrendikten sonra ondan sonra keçid edəcəyi başka birjalara da, yani ilk önce belə deyim, bu birjanı öğrenməlisiniz. Bakın buradan qeydiyyat ol bölümü var. Bura daxil olursunuz. Mail ilə öz Gmailiniz ilə qeydiyyatdan keçirsiniz və ya telefon nömrəsi ilə də qeydiyyatdan keçə bilərsiniz. Ancaq sizlər üçün məsləhət görürəm maili. Qeydiyyatdan keçdikdən sonra dostlarım, əgər ki telefonunuz Androiddirsə Google Play'dən, yəni Play Store'dan yükləyə bilərsiniz. Və ya iPhone işlədirsinizsə Binance proqramını birbaşa Apple Store'dan yükləyə bilərsiniz, App Store'dan. İndi isə deyək dostlarım, qeydiyyatdan keçdiniz. Qeydiyyatdan keçəndən sonra daxil olun bura, baxın gördüyünüz kimi hesabınızı doğrulayın. Yəni çox asan bir şeydir hesab doğrulamaqda. Uzağı 5-10 dəqiqəyə hesabınızı şəxsiyyət vəsiqənizlə və ya pasportunuzla doğrulaya bilərsiniz. Baxın buradan hesaba daxil olaraq hesabınızı rahat bir şəkildə doğrulaya bilərsiniz. Deyək ki dostlarım, özümüzə hesab yaratdıq və burada hal-hazırda məndə gördüyünüz kimi 101 USDT var. Bunu da yəni sizlərə göstərmək üçün yükləmişəm. Dediyim kimi dostlarım, bizə internetdə kriptovalyuta ala bilmək üçün gördüyünüz kimi burada Tether lazımdır. Yəni ki USDT. USDT-ni necə əldə edə bilərsiniz dostlarım? Burada baxın kripto al bölümü var. İstəsəz daxil olarsınız bura, buradan birbaşa kartla satın ala bilərsiniz. Yox, əgər istəsəz, yəni kartla biraz faizi çox çıxır, ona görə deyirəm. Buradan baxın USDT-ni seçirik, deyək ki minimum 15 dollarlıq satın ala bilərik. 15 dollara bu qədər USDT eləyir. Ekstra olaraq isə dostlarım bunun faizi falan da var, səhv etmirəmsə 18% də ödəniş edirik. Sizlərə məsləhət görürəm, Telegram qrupumuzda USDT satanlar var 2 nəfər. Baxın onlara da biz başımızla belə deyim, cavab deyik. Yəni sadəcə 2 nəfərə. Bir kripto karteldir, bir də ki Həsəndir. İstəsəz daxil olarsınız, qrupumuzda USDT satan kimdir deyə yazarsınız. Bizim qrupun adminləri, moderatorları birbaşa sizə USDT satan insanların hesablarını etiketləyəcəklər, girib onlara yazıb onlardan USDT satın ala bilərsiniz. Dediyim kimi dostlarım, baxın sadəcə Telegram qrupunda bizim moderatorların və adminlərin etiketlədiyi, belə deyim, profillərdən yalnızca girib güvənilir bir şəkildə kriptovalyuta ala bilərsiniz. Telegramda dəhşət dərəcədə maşenniklər var. Bizlər yəni tanıyırıq, maşennikləri bilirik. Yəni onlar bizlərə həyatı boyu girişə bilməzlər. Siz sadəcə ola bilər yeni olarsınız. Yəni sizə pul atmasınlar deyə. Ona görə hər zaman bizim adminlərdən hər şeyi soruşun, öyrənin. Ondan sonra kriptovalyuta USDT satın alın. Deyək ki dostlarım, sizlər USDT satın aldınız. Bu arada nə qədər pulla başlayayım sualını versəz mənə, 100 dollar sizin üçün yetərlidir. Bundan artığı hələ ki olmaz. Bu arada birinci 15-20 gün gəlin qrupumuza, baxın qıraqdan söhbətlərə falan. Və dostlarım, özünüzü tam hazır hiss etdiyinizdə lap 50 dollarla da başlayın, 20 dollarla da başlayın. Yəni miqdarı birbaşa böyütməyin də, amma beləncə 100 dollarla başlamaq normaldır. Baxın burada bizlər üçün spot önəmlidir. Spot cüzdanı. Daxil oluruq spota. Burada gördüyünüz kimi fərqli kriptovalyutalar var. Burada var dönüşdür, var da birbaşa USDT ilə satın almaq. Bizlər dostlarım ilk öncə fonlama cüzdanından 101 dollarımızı transfer edək spot cüzdanımıza. Burada gördüyünüz kimi transferi bölümü var. Eynən bu, yəni kompüterdə mən necə edirəmsə, sizlər də telefonunuzda o şəkildə edə bilərsiniz. Buradan maksimumu vururuq və onayla deyirik. Onayladıqdan sonra dostlarım gördüyünüz kimi biz artıq fonlama cüzdanımızda, bu arada sizin USDT satın alanda dostlarım UID olacaq sizdə. Yəni birbaşa pul fonlama cüzdanına köçəcək. Oradan da baxın bu şəkildə transfer edəcəksiniz.
spot cüzdanınıza. Spot cüzdanından, çünki biz kriptovalyuta satın ala bilmək üçün bizə spot cüzdanı lazımdır. Deyək ki, buradan biz satın almaq istəyirik. Məsəl üçün Dogecoin. Mən bu arada dostlarım, bu proseslər necə olur, bunları sizə bu videoda göstərirəm. Burada baxın, dönüştür var, alım satım var. Dönüştürdə dostlarım, bizlər üçün yəni sərf eləmir. Yəni bizim üçün əsas nədir? Trade. Alım satıma daxil oluruq. Bu arada dostlarım, kriptonun fərqli qolları var. Yəni bunların hamısını inşallah ilerleyen videolarımızda sizlərə başa salacağım. Burada dostlarım, gördüyünüz kimi Dogecoin'i satanlardır və bu yaşıllar isə Dogecoin'i alanlardır. Hər zaman yadınızda saxlayın. Satanlar qiyməti baha qiymətdən qoyur. Alanlar isə qiyməti daha aşağı qiymətdən qoyur. Burada deyək ki, baxın, bu arada tez-tez qiymətləri dəyişir, indi özünüz tutarsınız temanı. 7765'dən burada satışa qoyulub, burada alan isə 7764 idi, indi qalxdı da təkrardan. Burada limit var, piyasa var. Yəni bu tərəf bildiniz, satanlardır, qırmızılar satış edənlərdir, yaşıllar isə alış edənlərdir. Burada dostlarım, spot cüzdanınızda bunu telefonda da görəcəksiniz, əgər ki telefonla alım satım edirsinizsə. Burada limit və piyasa var. Biz limiti seçdikdə burada deyək ki 100 dollarlıq kriptovalyuta satın almaq istəyirik. Dogecoin düzdürmü? 100 dollar yazdıq, qiymətdə qoyduq 0.0771'ə. İndi burada bazarda qiyməti nədir? 7.75'də 7'dir. Deyək ki biz daha aşağıdan satın almaq istəyirik. 7.720'yə qoyduq qiymətinə. Baxın, bu qiymətdən qoyduq. Dogecoin al deyirik. Və burada gördüyünüz kimi bizim artıq əmrimiz yarandı. Yəni ki Dogecoin'in qiyməti 0.0720 olduqda nə olacaq? Avtomatik biz 1300 ədəd Dogecoin satın almış olacağıq. Dogecoin'in hal-hazırki qiyməti nədir? 7748'dir, düzdürmü? Biz də 7720'yə qoymuşuq satın almanı. İndi isə bunu ləğv edirəm. Option'da yəni 0.0720 olduqda biz Dogecoin'i satın almış oluruq. Buradan indi isə baxın, bunu ləğv edirik. Deyək ki biz vacib almaq istəyirik. Burada o zaman nəyi seçirik? Piyasa əmrini. Burada baxın, piyasa əmri dedikdə 100 dollar 42 sent, düzdürmü? Hesabımızda pul var. Burada hal-hazırda nə qiyməti görürsünüzsə Dogecoin al dedikdə piyasa əmri ilə baxın birbaşa satın aldı, gördüyünüz kimi. Artıq yəni biz nə qədər 1297 ədəd buradan da görə bilərsiniz, bu bizim balansımızdır. 1297 ədəd Dogecoin satın aldıq. İndi isə piyasa əmri ilə bunu sata da bilərik. Burada gördüyünüz kimi satışa qoyarıq və oku vurduğumuz an, Dogecoin sat dediyimiz an balansda olan 1297 ədəd Dogecoin satacaq və avtomatik bizim balansımıza USDT köçürüləcək. Və bunu həmçinin limitlə də edə bilərik. Təkrardan limiti açırıq. Deyək ki biz buradan keçmişə baxaq. Ortalama nə qədər qiymətlə satın aldıq? 0.0743 ilə satın aldıq. Hal-hazırda gördüyünüz kimi qiymət düşür, 7717'yə düşür. Deyək ki biz bunun qiymətini qoyuruq. Məsəl üçün 7.7'yə belə bu şəkildə. Option balansı satışa qoyuruq. Və buradan 100 dollarlıq satın almamışdıq. 100 dollar 40 sentlik də belə deyim. 100 dollar 80 sentə bu şəkildə satış əmri qoya bilərik. Amma bunu piyasa əmri ilə etsək dostlarım. Yəni hal-hazırda 100 dollar 15 sentə satacağıq. Başa düşdünüz? Baxın, piyasa əmri ilə deyək ki Dogecoin sat dedik. Gördüyünüz kimi anında satıldı və bizim balansımıza 100 dollar 8 sent pul yükləndi. Bu arada Binance'ın sizə linkini qoymuşam. İlk daxil olanlar, hesabı olmayanlar o linklə qeyd olduqda sizə 100 dollarlıq alım-satım komissiyası verəcək. Yəni bizlər burada alım-satım edərkən spot üzərində dostlarım. Yəni az bir miqdarda, yəni 10 sent, 5 sent civarında pulları ödəyirik Binance'a. Bu vecində olacaq. Burada sizə 100 dollarlıq komissiya veriləcək. Bu komissiya vasitəsilə siz təbii ki pul ödəməyəcəksiniz də birbaşa o kartdan çıxacaq.
Başa düşdünüz? Yəni bunu bonus olaraq da düşünə bilərsiniz. İndi isə gördüyünüz kimi bizim balansımıza 100 dollar pul yükləndi. Yəni nə idi? Burada piyasa ilə anında istədiyimiz kriptonu satın alırıq. Limit ilə isə qiyməti özümüz təyin edirik. Deyək ki, qardaş, bunun qiyməti 7 sentdir, düzdürmü? Dogecoin-in 0.077 sent. 8 sent də belə deyim. Biz bunu satın almaq istəyirik 6 sentlə. Başa düşdünüz? Buradan baxın, qiyməti qoyuruq. 6 sentlə deyək ki, satın alırıq. Dogecoin al dedikdə artıq baxın bizim limit əmrimiz belə deyim, qoyuldu və biz toplamda 1668 ədəd Dogecoin satın alacağıq, amma Dogecoin-in qiyməti 0.06 sentə düşməlidir. Həmçinin dostlarım, Dogecoin olmasın, başqa kriptovalyutalar olsun. Onlar da bu şəkildə gördüyünüz kimi alımını və satımını edə bilərik. Burada çapraz və isolated var, yəni çapraz və izole. Bunlar da ki, futuresə aiddir. Bunlar da gələn səfərki videolarımızda başa salacağım. Yəni ki, dostlarım, bunda sizlərə deyim, bilmirəm, çox da önəmlidir, önəmli deyil, yenə də yəni bilmiş olun. Burada qırmızı şamlar qiymətin düşdüyünü, yaşıl şamlar isə qiymətin artdığını göstərir. Yəni yaşıl şamlar daha çox olanda bilin ki, kriptovalyutaya tələbat daha çoxdur. Yəni ona görə bu kriptovalyutanın qiyməti sürətli bir şəkildə arta gedəcək. Yox, əgər qırmızılar daha çoxdursa, burada artıq bu o deməkdir ki, kriptovalyutaya tələbat çox azdır və satışlar daha çoxdur. Bu da o deməkdir ki, kriptovalyutanın qiyməti düşə-düşə gedəcək. Yenə də dostlarım, birjalarda belə bir şey var ki, hər an, hər saniyə alıcı və satıcı tapa bilərsiniz. Burada dostlarım, günlük də trade edə bilərsiniz. Günlük necə? Deyək ki, spot üzərindən mən bu arada hələ ki sizə futuresi başa salmıram, sadəcə spot üzərindən başa salıram. Yəni hal-hazırda bu bizim spotda etdiyimiz riskdir. Deyək ki, biz satın aldıq, təkrardan limiti ilə satın alaq 7.750 ilə 49 ilə. Buradan 100 dollarlıq satın alaq. Gördüyünüz kimi anında aldıq, çünki buradakı qiymətə uyğun alım əmri qoyduq. Və balansımıza 1289 ədəd Dogecoin yükləndi. Burada deməli dostlarım, biz hansı qiymətlə satın aldıq? Baxın, buradan qiymətə baxırıq 0.07749 ilə. Buradan indi isə biz təkrardan limit əmri ilə belə deyim, Dogecoin-in qiymətin 8-də 5 qoyaq. Və full balans deyək ki, satışa qoyuruq. Bizə nə qədər USDT verəcək? 109 dollar. Yəni ki, əgər ki Dogecoin-in qiyməti 0.085 sentə gələrsə, bizim ortalama qazancımız 9 dollar civarında olacaq. Bunu da Dogecoin sat dedikdə burada gördüyünüz kimi əmrimizi görəcəksiniz. Yəni bu şəkildə günlük kriptovalyutalardan spot üzərində də alım-satımlar etmək olar. Təbii ki, dostlarım, bilmədiyiniz məqamları Telegram qrupumuza qoşulun. Oradakı dostlarımız da sizlərə kömək edəcək. Yəni bilmədiyiniz məqamları oradan öyrənə bilərsiniz. İndi isə təkrardan piyasa dedikdə, baxın, təkrardan bunu göstərim. Anında satmış oluruq. Satdıq və artıq balansımız 99 dollar 86 sentə düşdü. Çünki piyasa ilə satanda dostlarım, biz ən yüksək qiymətdən alış edirik və ən aşağı qiymətdən isə satış edirik. Yəni piyasanın fərqi budur. Ona görə hər zaman, indi bizə baxmayın, sizlər alım-satımlarda hər zaman önəmli olaraq limiti daha üstün tutun. Və bundan öncəki videoda da göstərmişdim CoinMarketCap-i. CoinMarketCap-i də açın dostlarım. CoinMarketCap-dən alacağınız kriptovalyutanın, biz bir yaxlarım nəyə almışdıq? Dogecoin-i. Məsəl üçün, alacağınız kriptovalyutanın gündəlik volümünə falan baxın. İndi mən bundan sonraki videolarda sizə necə araşdırma aparmaq olur, kriptovalyutaları necə, hansı səviyyələrdə almaq falan olar, onları göstərəcəm. Yəni sadəcə olaraq indi burada Binance-dan kriptovalyuta necə almaq olar, onu göstərdim. Burada baxın, Dogecoin-in günlük volümü, yəni günlük trade 342 milyon dollardır. Dogecoin-in market cap-i isə ümumilikdə 11 milyard 66 milyon dollardır. Bu rəqəmlər tez-tez dəyişə bilir, tez-tez arta bilər, tez-tez azala bilər.
və hal-hazırdakı Dogecoin-in sayı isə bu qədərdir, yəni dövriyyədə olan kriptovalyuta və Dogecoin-in sayı isə dostlarım, ümumi sayı isə sonsuzdur. Yəni bu kriptovalyuta belə deyim də istədikləri qədər çıxara bilərlər. İstədikləri qədər deyəndə ki, yəni bunun mədənçilik sistemi olur. İnşallah gələcək videolarımızda bunları da sizlərə ekstra olaraq başa salacağam. Yəni bunlar mədənçilik sistemi ilə belə deyim, Dogecoin qazıb çıxara bilirlər. Və bu şəkildə dostlarım, digər valyutalarda həmçinin bu şəkildə araşdıra bilərsiniz. Bu o demək deyil ki, indi mən videoda alım-satımı sizlər üçün yəni göstərirdim, necə almaq olar, necə satmaq olar. Sizlər yəni məsəl üçün Polygon, Matic aldınız, cüzdanınızda baxın dostlarım, saxlayırsınız. Eynən sizə göstərdiyim qaydada. Artıq yəni satış əmrini verməzsiniz, alarsınız, gözləyərsiniz ki, məsəl üçün bu Polygon Matic qiyməti 78 sentdir belə deyək. Gözləyərsiniz bunun qiyməti 3 dollar olsun, onda satış əmrini verərsiniz. Yəqin ki, bu videoda kriptovalyuta necə almaq olar, bunu başa düşdünüz. İnşallah bundan sonraki videolarda da hər şey əlimdən gəldiyi qədər sizlər üçün addım-addım izahlı bir şəkildə başa salacağım. Sağ olun, hələlik. Videonu bəyənməyi unutmayın.